Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Azərbaycanda erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev parlamentin bugünkü plenar iclasında bildirib. Nazir qeyd edib ki, hazırda erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir. Azərbaycanda güzəştli şərtlərlə erkən pensiyaya çıxma hüququna malik olan şəxslərin sayı sosial yönümlüdür. Belə ki, erkən pensiyaya çıxma hüququ çoxuşaqlı analara, zərərli və ağır əmək şəraitində çalışanlara, pilotlara və ahıl əlilliyi olan şəxslərə qulluq edənlərə şamil edilir, deyə nazir bildirib. Anar Əliyev həmçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şəxslərin siyahısına daha 65 peşənin əlavə edildiyini qeyd edib. O, bu istiqamətdə nazirlik tərəfindən mütəmadi olaraq təhlillər aparıldığını xüsusi vurğulayıb. Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycana məxsus yük maşınlarının 20 gündən artıqdır ki, Batum və Tbilisi gömrük məntəqələrində gecikdirilməsinə dair yayılan məlumatlara münasibət bildirib. Kobaxidze jurnalistlərin sualını cavablandırarkən yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb. Baş nazirin sözlərinə görə 20 gündən artıq saxlanılan yük maşınları barədə deyilənlər əsassızdır. Yoxlamışam, belə bir hadisə baş verməyib. Bildiyimə görə yalnız bir avtomobil saxlanılıb və bu da konkret səbəbdən olub. Biz yaranan istənilən çətinliyi dostcasına müzakirə etməyə hazırıq deyə baş nazir bildirib. Azərbaycanın Gürcüstandakı səfirliyi isə faktı təsdiqləyərək məsələ ilə bağlı problemin operativ həlli üçün işlər görüldüyünü açıqlayıb. Mart ayında ardıcıl 11 gün iş olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən 2026-cı ildə Novruz bayramı 20-24 mart tarixlərində qeyd olunacaq. 21 və 21 martın şənbə və bazar günlərinə təsadüf etməsi səbəbindən Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 martda qeyri-iş günü elan edilib. Bundan əlavə 20 və 21 mart Ramazan bayramına düşdüyü üçün dini bayramın başqa bayramla üst-üstə gəlməsi qaydasına əsasən növbəti iş günləri də qeyri-iş günü hesab olunur. Məhz bu səbəbdən 27 və 30 mart tarixlərində də iş olmayacaq. Beləliklə, ölkədə 20 martdan 30 martadək ümumilikdə 11 gün fasiləsiz tətil olacaq. Floridada danışıqlarda iştirak etmiş nümayəndə heyətimiz İrlandiyada səfərdədir. Yenilənmədən sonra sülh planı artıq 20 bənddən ibarətdir. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski İrlandiya baş naziri Michael Martin ilə görüşdən sonra mətbuata açıqlamasında deyib. O qeyd edib ki, Cenevrədə hazırlanmış və Floridada üzərində işləmiş sülh planının 20 bəndi artıq hazırdır. Zelenski bəzi məqamlar üzərində hələ də işləmək lazım olduğunu vurğulayıb. Onu da xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Uitkov bugün Rusiya prezidenti Vladimir Putin ilə görüşdükdən sonra Ukrayna lideri ilə də görüşərək həmin müzakirələr barədə onu məlumatlandıracaq. Dekabrın 3-də ölkə ərazisində havanın yağıntılı keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün birinci yarısında isə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq. Rayonların bəzi yerlərində isə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 2-7, gündüz 12-16 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.